Biz bu istiqamətdə danışacağıq və əlbəttə ki, Milli Məclisin üzvü Sevil Mikayılova ilə müzakirəmiz olacaq. Sevil xanım, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir olsun. Sevil xanım, az öncə qeyd elədiyim kimi Ermənistan parlamentinin sədri Alin Simonyan da Rusiyaya gedəcək və Rusiya Federasiyası Şurasının sədrinin dəvəti ilə bu görüşün reallaşacağı gözlənilir. Rusiya ilə Ermənistan arasında kifayət qədər təzadlı nüanslar var. Ermənistanın baş naziri Nikol Paşinyan da seçki ərəfəsində Rusiyaya yönəlik sərt açıqlamalar verir. Bəs bu parlamentlər arası əlaqələrin genişləndirilməsi və yaxud da deyək ki, Ermənistanın Rusiyadan hələ də tam kopmama siyasəti nəyə əsaslanır? Bildiyiniz kimi iyun ayında Matviyenko, Rusiya parlamentinin sədri Ermənistana səfər etmişdi və bu səfər də o zaman bir mənalı qarşılanmamışdı. Həm Ermənistan daxilində, həm də Ermənistandan xaricdə kifayət qədər müzakirə olunurdu. Çünki uzun müddətli pauzadan sonra bu səfər edilmişdi və belə görünür ki, Ermənistanın Rusiyadan uzaqlaşması Moskvanı heç də qane etmir və bu proses reallaşdıqca və reallığa qovuşduqca artıq Kremldə də yəni bu məsələ ilə bağlı artıq sərt münasibət sərgilənir və daha radikal deməzdim, dinamik addımlar atılır. Çünki bildiyiniz kimi elə bu ərəfələrdə Rusiyanın Xarici İşlər Naziri də uzun pauzadan sonra Ermənistana səfər etdi və iki tərəfli münasibətləri müzakirə etdi. O ki, qaldı Simonyanın bugün brifinqdə açıqladığı mümkün səfərinə. Yəni o tarixi dəqiqləşdirməyibdi. Sadəcə olaraq söylədiyimiz Matviyenkonun yayda, 2025-ci ilin yayında baş tutmuş səfərinə cavab olaraq bu səfərin baş tutacağını bildiribdi və xüsusi bir məsələ də yoxdur gündəlik. Əgər Simonyanın açıqlamasına baxsaq, sadəcə olaraq iki tərəfli münasibətləri müzakirə etmək istəyirlər. Yəni parlamentlər arası münasibətlər və yaxud belə deyək ki, hər bir dövlətin parlament diplomatiyasında bu çox normal bir haldır. Hər halda qonşu ölkədilər, uzun tarix var və ona görə də biz yəni Simonyanın Moskvaya səfərində qeyri-adilik əslində görmürük, amma qeyri-adi edən ondan ibarətdir ki, bugün Ermənistanda artıq TRIP layihəsinin həyata keçirilməsi məsələsi gündəmdədir və bu da bildiyiniz kimi Birləşmiş Ştatların maliyyəsi ilə həyata keçirəcəkdir ki, bu təbii ki, Moskvanı heç cür qane edə bilməz və ara sıra TRIP-lə bağlı müzakirələr aparmaq üçün Rusiyanın rəsmiləri Ermənistana gedirlər və yaxud da ki, Ermənistandan qonaqlar dəvət olunur Moskvaya ki, bu layihədə Rusiyanın iştirakçılığı bu və digər şəkildə təsbit olunsun. Görünür ki, məsələlərdən biri bu olacaqdır. İkinci məsələ Ermənistanın Rusiyanın rəhbərlik etdiyi bir sıra qurumlarda üzvlük məsələsi var ki, bildiyiniz kimi son illərdə xüsusən Qarabağ müharibəsində yaranmış inciklikdən sonra və eyni zamanda Paşinyanın qərb yönümlü siyasəti fonunda Ermənistan öz iştirakçılığını bu təşkilatlarda kifayət qədər zəiflədibdir. Və görünür ki, bu məsələlər də gündəmə gələcəkdir. Xüsusilə Ermənistanın Avrasiya İqtisadi İttifaqda üzvlük məsələsi Rusiyanın ən çox təzyiq göstərdiyi alətlərdən biri idi. Amma TRIP layihəsinin həyata keçirilməsi ilə və biz artıq Birləşmiş Ştatların investisiyalarının Ermənistanda daha dinamik şəkildə həyata keçirilməsindən sonra artıq bu məsələnin də müəyyən mənada həll olunacağını görə bilərik. Eyni zamanda Türkiyə və Ermənistan arasında sərhədlərin açılması prosesi də əlbəttə ki, Avrasiya İqtisadi İttifaqında da Ermənistanın artıq maraqlarını zəiflədə bilər ki, təbii ki, bu Rusiya üçün kifayət qədər yəni arzu olunmaz bir ssenaridir. Sevil xanım, siz əsas məsələyə toxundunuz ki, bugün Zəngəzur dəhlizi məsələsi Rusiyanı Ermənistandan bəlkə də narazı salan əsas məqamlardan biridir. Düzdür, bu region inkişafına gətirəcək. Azərbaycan bu layihəyə kifayət qədər müsbət yanaşır. Amerika Birləşmiş Ştatlarının investisiyası ilə həyata keçiriləcək böyük bir layihədir. Bu həm də nəqliyyat qovşaqlarının daha da deyək ki, geniş vüsət almasına, yəni bir növ müxtəlif ərazilər arasında
əlaqələrin genişləndirilməsinə gətirib çıxaracaq. Amma Rusiya bu proseslərə öz tərəfindən yanaşır və hesab edir ki, Ermənistan onu nəzərə almalıydı bu layihədə. 10 noyabr bəyanatına əsasən, hətta ona istinad edərək. Onsuz da Ermənistanın Rusiyadan kifayət qədər narazılığı var idi müharibə müddətindəki. Kollektiv deyək ki, təşkilat sayəsində, yəni KTMT çərçivəsində onu müdafiə etmədi. İndi bəs Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan gözləntisi Rusiyanın nəyə əsaslanır? Yəni daha çox burada Ermənistanın Rusiyadan narazılığı var, nəinki Rusiyanın Ermənistandan. Məsələ burasındadır ki, biz Zəngəzur dəhlizinin reallaşmasına təkcə Ermənistan ərazisində olacaq trip layihəsi kimi kiçik kontekstdə baxmamalıyıq. Əslində Zəngəzur dəhlizinin qlobal konteksti kifayət qədər genişdir. Az əvvəl biz artıq 5+1 Mərkəzi Asiyada yaranmış yeni formatdan danışdıq ki, burada yenə də Birləşmiş Ştatlar öz iştirakçılığını bu və digər şəkildə təsbit etmək istəyir və bugün artıq Mərkəzi Asiya ölkələrinin 2026-cı ildəki iqtisadi inkişafı ilə bağlı bir sıra reyting təşkilatlarının da yüksək rəqəmlər səsləndirilməsi, hətta nə qədər belə deyək ki, təəccübləndirici olsa da bu siyahıya Qırğızistan, yəni bir zamanlar Mərkəzi Asiyanın kifayət qədər zəif iqtisadiyyatı olan Qırğızistan 9,2%-lə belə deyək ki, liderlik edir. Və belə bir situasiya əlbəttə ki, Rusiyanı kifayət qədər narahat edir. Və baxın, bu iqtisadi inkişaf və ticari dövriyyələr məhz Zəngəzur üzərindən aparılacaqdır. Yəni, digər bir yol hələlik nəzərdə tutulmuyubdur. Və hər iki regionda biz Birləşmiş Ştatların və Birləşmiş Ştatlardan sonra Avropa Birliyinin investisiyalarını görürük ki, bunun özü də Rusiya üçün iqtisadi təhdid yaradan məqamlardan biridir. Geniş kontekstdə isə Rusiyanın özünün, yəni uzun illər dünyanın siyasi, iqtisadi arenada saxladığı liderliyinə bu və digər şəkildə təbii ki, zərbə endirə biləcək qədər təhlükəlidir. Ona görə də indiki məqamda Rusiya üçün çox vacibdir ki, Zəngəzur dəhlizi ilə bağlı, yəni Zəngəzur mən Azərbaycan müəyyənləşdirdiyi koridoru nəzərdə tuturam ki, bu bizim ərazidən bizim əraziyə gedəcək, yəni Azərbaycanın ərazisindən Naxçıvan ərazisinə, Azərbaycanın Naxçıvan ərazisi. Amma Ermənistan daxilində qalacaq həmin o trip adlandırdığımız hissə bu tam şəkildə Birləşmiş Ştatların nəzarəti altında olacaqdır 100 il müddətinə. Və məsələ burasındadır ki, Rusiya artıq Cənubi Qafqaza da bu və digər şəkildə öz nəzarətini itirmək üzrədir. Yəni Zəngəzur dəhlizində əgər biz trip layihəsi ilə bağlı Birləşmiş Ştatların bu cür aktivliyini görürüksə. Ona görə də yəni Ermənistanın artıq Rusiyanın arbitindən çıxmasının, reallaşmasının konturla ortalıqdadır, masa üzərindədir. Ona görə də bu predmet və danışıqlar prosesində məhz bunun daha çox önə gətirilməsi təbiidir. Ona görə də düşünürük ki, hətta 2026-cı ildə biz daha geniş müzakirələrin keçirilməsinin şahidi ola bilərik. Sözsüz ki, Rusiya burada özünün iştirakçılığını istəyəcəkdir, hansısa bir rol almasını istəyəcəkdir. Ermənistanın cavabı nə olacaqdır? Əlbəttə ki, bunu da zaman göstərəcək. Çünki biz bu faktora da diqqət yetirməliyik ki, bugünə qədər hələ də Ermənistanda Rusiyanın qoşunları var və Ermənistanın dövlət sərhədlərini Rusiya qoşunları qoruyur. Yəni, bu o qədər də asan məsələ deyil. Rusiyadan qopmaq və tam nəzarəti əlinə almaq və digər bir məsələni də qeyd etmək istəyirəm ki, Ermənistan ona görə də delimitasiya və demarkasiya məsələləri üzərində bugün işləyir və bunu sürətləndirmək istəyir. Çünki Ermənistan üçün bu çox vacibdir. Təşəkkürümüzü bildiririk Sevil xanım, fikirlərinizi səsləndirdiyinizə görə. İndi isə dünyada baş verən hadisələrin fotolara yansımasından danışacağıq.